namazda səsli gülmək namazı batil edən əməllərdəndir. Amma namazda təbəssüm etmək namazı batil eləmir. Yəni buna görə namazdan çıxma. Amma çalış ki, namazda heybəti qoruyasan. Çünki namaz elə bir ibadətdir ki, Rəbbinlə ünsiyyətdəsən. Rəbbinin huzurundasan. Burada ciddi olmaq lazımdır. Hətta alimlərdən bəziləri deyib ki, insan gülərkən iki hərf səsi çıxarsa, yəni insanlar qıraqdakilərin duyacağı bir səs çıxarsa, o zaman namaz pozulur. Amma bəzi alimlər bu məsələdə şiddətli danışıblar. İbn-i Hüseymin rahimehullah buyurur ki, əgər namazda insan səsli gülərsə, bu danışıq kimidir. Hətta danışıqdan daha şiddətlidir. Çünki bu namazı pozur. Çünki bu insanın istehza etməsinə, namazı ələ salmasına bənzəyir. Yəni insan dərk edərsə ki, kimin qarşısında durub, kimin əmrini ilə onun huzuruna çıxıb, kimin huzurundadır, kiminlə danışır, o zaman özünü yığışdırar. Yəni bir kəs hansısa bir vəzifəli bir məmur çağıran vaxtı onun qarşısında gülsə, nə ola bilər? Neyniyə bilər? Və ya gülə bilərmi? Amma sən o məmurun, o müdirin, o hökümdarların Rəbbi olan Allahın qarşısında, aləmlərin Rəbbi olan Allahın qarşısında, Allahın huzurunda durursan, belə vaxtı görmək olarmı? İnsan belə şeyləri yadına salsa, xatırlasa və eləcə namaza başlasa, o zaman namazda gülməz Allahın izni ilə. Və çalışmalıdır ki, namazdan öncə onu namazda güldürəcək şeylərdən uzaq dursun. Yəni namazdan öncə gülə-gülə ha eləyib, Allahu Ekber deyib başladın namaza, o ha namazı da işdə girəcək. Namaza başlayan vaxtı birinci o ha-ha-hanı tərkisməlisən. Yəni çaxlamalısan, dəstəmaz almalısan gözəl şəkildə. Çünki sən namaza hazırlaşırsan, sünnələri qılırsan, əzan verirsən, iqamə verirsən, namaza hazırlaşırsan, özünü hazırlayırsan namaza, Rəbbinin huzurunda durmağa hazırlayırsan. Ondan sonra namaza durursan. Belə olduğu halda namaza da əmin gülmək gəlməyəcək. Və namazın içində də birdən hansısa namazdan əvvəlki məsələlər yadva düşsə və yaxud hər hansı bir şey yadva düşsə, gülməmək üçün və yaxud fikrin yayınmamaq üçün hədisdə gəldiyi kimi Əuzubillahiminəşşeytanirracim deyib 3 dəfə sol çiynə eləyirsən. Yəni türcək çıxarmayaraq tüpürürsən 3 dəfə. Belə olduğu halda şeytan səndən uzaqlaşar və fikirlər də uzaqlaşar. Eləcə də sənə gülüş və s. gəlməz, o pis fikirlər də gəlməz. Ən əsası Rəbbinin huzurunda olduğunu unutma. Çalış ki, sünnədə gəldiyi kimi namazlarını qılasan. Allah daha doğrusunu bilir.